Xəmsə Milli İntellektualın üzrə məktəb arasında yarışın finalı. Bugün bizlə oynayır Golden Humanitar, Nuran Məmmədov, İsmail Məmmədli, Emin Heybətzadə, Ayhan Abbaslı, Ayhan Abdullazadə, Fərid Murtuzov. Believers, Tugay Əzimli, Fikrət Əliyev, Malik Abiyev, Rəsul Maruflu, Elçin Nəsibli, Vesper, Turgut Nəhmədli, Qabil Hüseynli, Zeynal Yusifov, İslam Səmədov, Kərim Kərimli, HL Genius komandası, Sərdar Məmmədli, İbrahim Əzizli, Bətul Abdullazadə, Ayaz Vəlizadə, Camal Tarquliyev, Abbas Abdulzadə. Heyvanlar filmlərdə 100 sallıq sual. Amfibiya adam filminin sonunda tələyə düşən ixtiyandır, onu köməyə çağırır. Delfin. Bu filmdə Həsən Məmmədov Ağabala, Zemfira Sadıqova Ağabacı, Səməndər Rızayev Ağamirzə, Leyla Şıxrinskaya Əmirə rollarında, Dolça adlı it isə Toplan rolunda oynamışdı. Bağ mövsümü. Heyvanlar filmlərdə 3. Bir kinoresenziyada yazılır ki, 2-ci Dünya müharibəsinin qələbə ilə başa çatmasında 4 tankçı və onun xüsusi əməyi olmuşdur. Göyərçin Şerami. Səhvdir. Şarik adlı itin. 400. King adlı Bengal şirini Ang Lee'nin bu filmində görünüyorlar. Pi'nin həyatı. 500 xal. Hollywoodda ən çox qonorar ödənən Kristal. Bu heyvanın subaylığa vida filmlər seriyasında görmək olar. Bəs Kristal hansı heyvandır? Subaylığa vida bu Hangover'dir. Meymun. Mövzu bitdi. İkinci mövzu qəzet adlanır. 1625-ci ildə Merkuri qəzetində bir kitab haqqında məlumat dərc olunmuşdu. Bu, qəzetdə yerləşdirilən ilk nə hesab olunur? Reklam. Bəli. 200 xal qəzetlərin 15-ci əsrin ortalarından sonra daha çox nəşr olunmağa başlaması onun ixtirası ilə mümkün. Gutenberg. Bəli, mümkün olmuşdu. 300 xal. Bir neçə il əvvəl Boston Globe qəzetinin 1912-ci ilin aprel ayında olan tirajlarından biri hərracda böyük məbləğə alınmışdı. Bəs qəzetin sayında əsas xəbər nə idi? Titanic'in batması. Bəli, Titanic'in batması. 400 xal. 1817-ci ilin 4 mayında Köln qəzeti ilk səhifəsini boş dərc etmişdi. Qəzet redaksiyası nəyə etirazını belə bildirmişdi? Senzura. 500 xal. Freeman Dyson Amerikalı nüvə fiziki idi. Hansı hadisə ilə bağlı o xatırlayırdı? Səhər qəzetlərində bunu görəndən sonra sülhün yaxında baş tutacağına sevindim. Vesper. Atom bombasının Yaponiya atom bombası. Bəli, Yaponiyaya atom bombasının atılması. 100 xallıq sual. Maraqlıdır ki, bir vaxtlar Barcelona klubunun baş məşqçisi olan Gerardo Martino 1995-ci ildə bu Ekvador klubunda oynamışdır. Vesper. Barcelona. Bəli. Dünyanın ən hündür şəlaləsi olan Angel bu ölkədə yerləşir. Vesper. Venezuela. Bəli. 300 xal. Bura haqqında bir məqalədə 100 illərdir ki, quraqlıqdır cümləsini. Vesper. Atakama səhəsi. Odur. 400 xal. Dünyanın ən hündür paytaxtı olan bu şəhərdə hava o qədər. Vesper. Bəli.
Seyrəkdir ki, su təxminən 88 dərəcədə qaynayır. 500. Təkamül nəzəriyyəsinin beşiyi adlandırılan burada. Bəli! Dünyanın başqa heç bir yerində rast gəlinməyən nəhəng tısbağlar və iguanalar yaşayır. Qırmızı mövzu 100 xal. Bu planetin qırmızı ləqəbi Vesper Mars səthindəki dəmir oksidlərə görədir. 12-ci əsrə aid qırmızı günbəz türbəsi İranın hansı şəhərində yerləşir? Marağa 300 xal. Onda flora və fauna növləri 2 Vesper? Qırmızı kitab. Bəli. 2 kateqoriyada daxil edilib yoxa çıxmaq təhlükəsi olanlar və nadir növlər. 400. Deyilənlərə görə onu ilk dəfə 1726-cı ildə Francisco Romero yarışlarda istifadə etmişdi. Qırmızı kart. 1726-cı ildə qırmızı kart. Korrida yarışlarında istifadə olunan qırmızı parça mulyeta. 5. ABŞ kanallarındakı reklamlarda onu Bill West səsləndirir. Qırmızı M&M's. Orada ikisi danışır. Bir qırmızıdır, bir də sarı. Bu personaj haqqında bir məqalədə yazılır. Azərbaycan nağıllarının ən kiçik qəhrəmanı ol Bilivers. Cidden. Bəli, olsa da fiziki gücündən çox ağlı və çevikliyi ilə qalib gəlir. 200. Qardaşlarından fərqli olaraq dürüstlüyü sayəsində Bilivers Məlik Məmməd. Zümrüd quşunun köməyi ilə işıqlı dünyaya çıxa bilmişdi. 300. Orijinal nağılda o, Şəhzadə ilə evlənə bilmir və Cinderella. səhvdir və sonda dəniz köpüyünə çevrilir. Aliyə. Bəli. 400. Nağılın ilk versiyasında onun əsas atributu şüşədən deyil, xəzdən idi. 400. Küllücə. Şüşə sözü tərcümə xətasına görədir. Bəli. Nağıl personajları 500. Rus nağıllarında onun evi toyuq ayaqları üzərində dayanır və qapısı Vesper Baba Yaga. həmişə meşəyə baxır. Bəli, bəli. Şərtli raundun ilk mövzusu qayçı. 200 xallıq sual. Tim Burton'ın bu filmində çəkiləndən sonra Johnny Depp və Winona Ryder arasında Vesper? Deməli Fight Club. Yox. Arasında sevgi münasibətləri yaranmışdı. Mövzu qayçı. Edward Qayçı əllər. 400. Tranzistorların riyazi həlli yollarından biri bunun adını daşıyır. Bunun Çində yarandığı güman edilir. Daş, kağız, qayçı oyunu. 600. Bu iqtisadi termin müəyyən zaman ərzində satılan mallarla satıcı və alıcı arasında olan münasibətləri bildirmək üçün istifadə edilir. Qiymətlər qayçısı. 800. Yunan mifologiyasında Moiralardan olan o, insan taleyini qayçı ilə kəsirdi. Biliriz? Azrail. Kim? Azrail. Vesper? Fortuna. Yox. Yunan mifologiyasında Moiralardan olan o, insan taleyini qayçı ilə kəsirdi. Klotto. Digər ikisi, yox, qalıb belə. Digər ikisi biri ip əyrirdi, o birisi toxuyurdu, bu da kəsirdi. Minxal. Ona həsr olunmuş bir məqalədə Marco Barriello, Hugo Sanchez, Sergio Ramos və Peter Qayçı zərbəsi. Bəli. Peter Crouch'un adı çəkilir. Şərtli raundun ikinci mövzusu ölülər üçün mövzu. 200 xallıq sual.
Bir kitabda bunun kralı Flamand rəssam Frans Sneyders hesab edilir. Çünki o fransızcadan ölü təbiət deməkdir. Vesper? Naturman. Bəli. 400 coğrafi hesablamalara aid məqalədə mənfi 420 metr yazısını nə haqqında görmək olar? Biliriz. Ölü dəniz. Bəli. 600. Ölü Zona adlı mistik əsərin müəllifi olan bu Amerikalı yazıçının əsərinin qəhrəmanı paranormal qabiliyyətlərə malikdir və Kennedy'nin qatilini axtarmaqla məşğuldur. Başqa bir əsərində də bu söhbət var. Stephen King. 800 xal bir işin təyin edilmiş vaxta qədər bitirilməsini bildirən Deadline bu söz eləcə də böyük şəhərlərdə oynanılan və quest elementləri olan oyunun adıdır. 1000 bir mahnıda deyilir ki, Afroamerikalı hətta zombiyə çevriləndən sonra belə bu idman növündə yüksək nəticələr göstərə. Tak, Golden. Qaçış. Səhvdir. Vesper. Basketbol. Və şərtli raundun 3-cü mövzusu hansı ildə baş verib? 200 xallıq sual. İkinci Yelizaveta hakimiyyətə gəldi. Everest fəth edildi. Stalin öldü. Vesper. 1953. Bəli. 400 xal. 17 dövlətin müstəqillik qazanması ilə Afrika ili elan edildi. Britaniyada farting dövriyyədən qalxdı. İlk insan kosmos uçuşunu həyata. Vesper. 1961. Bəli. 600. Horadiz əməliyyatı ilə eyni adlı yaşayış məntəqəsi azad edildi. Astana Qazaxıstanın yeni paytaxtı oldu. Bişkek protokolu imzalandı. Tak, Vesper. 1994. Bəli. 800. Alfred Wegener materiklərin dreyfi nəzəriyyəsini irəli sürdü. Gəmilərdə SOS siqnalının tətbiqinə baş. Vesper. 1912. Bəli. Titanic hadisəsindən sonra 1000 xal. İlk Apple Macintosh satışa çıxarıldı. 1984. Fransa yığması ilk dəfə şərti raundun 4-cüsü brendlər mövzusu. 200 xallıq sual. Bu şirkətin ilk logosunda Newton'un alma ağacının altında o Vesper. Apple. Bəli. 400 xal. Bu brend 2-ci Dünya müharibəsi zamanı şokolad qıtlığına görə fındıq. Nestle. Nestle səhvdir. Believers Kitka. səhvdir. Vesper. Nutella. Bu brend 2-ci Dünya müharibəsi zamanı şokolad qıtlığına görə fındıq əlavə edilərək yaradılmışdı. Nutella. 600. Bu şirkətin logosu cəmi 35 dollara alınmışdı. Nike. Nike düzdür. 800. Bu sosial şəbəkənin ilk adı Bourbon idi və Twitter. səhvdir və məkan Golden Facebook. səhvdir və məkan bildirmək üçün nəzərdə tutulmuşdu. Instagram. Minxal hansı markanın logosunda Bavariya torpağının bayrağının rənglərini BMW, Believers görmək olar. Şərti raundun 5-ci mövzusu ədəbiyyat adlanır. 200 xallıq sual. Mən əsər adları deyəcəm, siz müəllifini tapacaqsınız. 1. Ədirnə fəthi, Trablis müharibəsi və ya Ulduz, Aydın. Cəfər Cabbarlı. 400 xal. Anamın kitabı, poçt qutusu, Danabaş kəndinin əhvalatları. Vesper. Cəlil Məmmədov. 600. Yaxşı arxa, ana bacı, tülkü həccə gedir. Abdullah Şaiq. 800 xal. Dirilən adam bir gəncin manifesti.
Mircəlal Paşayev. Minxal əskərlərimizə, könüllülərimizə məfkure-i aliyəmiz. Əskərlərimizə, könüllülərimizə məfkure-i aliyəmiz. Məhəmməd Hadi. Mövzu bitti, round da bitti. Quşlar adlanır. Quşlar 300 xallıq sual. Bu xalqın inancında azadlığı simvolizə edən Ketcal quşu müqəddəs sayılırdı. Quetzalcoatl bu Mayalılardır. 600 xal golf oyunlarının il ərzində həyata keçirilən oyunlarında bu say bəzən 50-yə çatır. Vesper. Ölən quşların sayı. Yəni qoç zamanı top deyib ölən quşların sayı. Ölən sözünü çıxarsaq topla quş vurmaq. Ölməyə də bilər. 900 Philadelphia Eagles komandasının rəsmi tərəfdaşlarından biri bu oyunun yaradıcılarıdır. Angry Birds. 1200 xal nəsli kəsilməkdə olan quşların qorunması üçün təşkil edilmiş Jersey Təbiət Qoruma Dəstəsinin simvolu bu quşdur. Dront və ya dodo. Maraqlıdır ki, nəsli kəsilmiş quşdur simvolu. 1500 böyük coğrafi kəşflər dövründə belə hesab edilirdi ki, bu quşlar yerə enmir və həyatlarını havada keçirirlər. Odur ki, tacirlər bu əfsanələrdən gəlir qazanmaq üçün onların qıçlarını qoparırdılar. Cənnət quşları. Mövzu bitdi. Sirli roundun ikinci mövzusu axtaran tapar adlanır. 300 xallıq sual. Məşhur əfsanəyə görə Diogen hər gün əlində çıraq onu axtarırdı. İnsan. 600 mübarizə aparmaq və axtarmaq, tapmaq və təslim olmamaq sözləri hansı qütb səyyahının qəbri üzərində yazılıb? Robert Scott. Axtaran tapar 900 bu kino qəhrəmanı haqqında olan ilk film İtmiş mücrünün axtarışında adlanırdı. Indiana Jones. 1200 xal. Pixar studiyasının istehsalı olan bu filmdə Albert Brooks Marlin'i, Ellen DeGeneres Dory'ni səsləndirir. Golden? Nemo. Bəli, Nemo'nun axtarışında. 1500 xal. Wikipediyada bu film haqqında yazılıb. Film, cinayət axtarışı əməkdaşlarının və ictimai asayişin keşiyində duran polis işçilərinin mürəkkəb və çətin işlərindən bəhs edir. Sujetin əsasını qatı cinayətgərin təsiri altına düşmüş gənc Tərlanın dramatik taliyi təşkil edir. Bu hansı filmdir? Onu bağışlamaq olarmı? Mövzu bitdi. Əyləşin. Sirli raundun üçüncü mövzusu Hecavi Ber. 300 xal. Bu şəhərin adı Nugunaval dilində görüş yeri deməkdir. Berlin. Berlin səhvdir. Nugunaval. Canberra. Bəli, qabil. Canberradır. 600. Dövrü elementlər sistemində dördüncü Berium. element 1798-ci ildə Vauquelin tərəfindən kəşf edilib berilyumdur. Ber 900 xallıq sual. Bu, voleybolda güc və təmkinlilik tələb edən oyuncu mövqeyidir. Adətən komandanın Libero. bəli, ən təcrübəli oyuncusu bu mövqeyə dönür və komanda yoldaşlarına nisbətən bəstəboy və fərqli forma geyinir. 1200 xal. Oranın ən vizual xüsusiyyətlərindən biri çəhrayı rəngli çimərlikləridir. Bu rəng sahildəki mərzan riflərində yaşayan və qırmızı qabığı olan foraminifera adlı mikroskopik orqanizmlərin qalıqlarının ağ qumla qarışması nəticəsində yaranır. Düzgün cavab Bermud adaları. 1500
elmi ədəbiyyatda bu prefiksi ilk dəfə 1948-ci ildə Norbert Wiener işlədib. Norbert Wiener kibernetikanın yaradıcısıdır. Kiber sözünü. Sirli raundun 4-cü mövzusu gecə adlanır. Gecə birinci sual. Bir bəstəkarın musiqi əsəri 4 hissədən ibarətdir. Səhər, gündüz, axşam və gecə. Bu əsərin 5 hərfdən ibarət adı nədir? Sutka. 600. Bu oyunun daşlarının 15'i gecəni, 15'i gün... Nərd. Gündüzü simvolizə edir. 900 xal. Dərs cizgi filmində Bonnie M qrupunun ifa etdiyi bu planetdə gecə səfəri mahnısını eşitmək olar. Venera. 1200 xal. Salman Rüşdünün 2 il, 8 ay və 28 gecə romanı nədən ilhamlanıb? 2 il, 8 ay və 28 gecə romanı nədən ilhamlanıb? Toplayanda 1001 eləyir. 1001 gecə. 1500 xal. Akademik Rafael Hüseynovun Hamısı Ulduz kitabı, bu kitabının davamı 1002-ci gecə. Bəli, hesab edilir. Onun davamı hesab edilir. Sirli raundun son mövzusu avtomobil modelləri. 300 xallıq sual. Bu idman növündə oyunçunun Vesper? Polo. Səhvdir. Bu idman növündə oyunçunun əsas məqsədi topu sahədəki 18 dəliyin hər birinə ən az vuruş sayı ilə salmaqdır. Yard. Snooker. Avtomobil modelidir mövzu. Golf. O, klassik musiqidə adətən bir və ya iki alət üçün yazılmış, bir neçə hissədən ibarət olan böyük formalı bir musiqi əsəridir. Sonata Hyundai'nin modeli. 2023-cü ildə Tesla'nın bu modeli dünya üzrə ən çox satılan avtomobil olmuşdu. Latin qrafikasının 25-ci hərfidir. Vesper. Model Y. Tesla model Y'dir də, Y modeli. Y. 1200. Onlar əsasən İranın cənub-qərbində yaşayan, türk dilinin bir ləhcəsində danışan köçəri bir tayfadır. Xeyr, Qaşqaylar, tualetlər Afrikada yaşayır. Nissan Qaşqay. 1500. Bu modelin adı pələng və iguana sözlərinin birləşməsindən yaranıb. Tiguan. Fərdi raunda keçirik. Fərdi raunddan əvvəl hesab. Golden Humanitar -1500. Believers 2300. Vesper 11100. HL Genius 1100. Mövzular açıq mövzu, cəhənnəm, hecavi mövzu yan, 1-dən 5-ə ağ mövzu. Birinci imtina eləyəcək Golden Humanitar. Ağ mövzu yesin. Ağ mövzu. İmtina eləyir Genius. Cəhənnəm mövzu. Sonra Believers. Açıq mövzu. 1-dən 5-ə oynayaq. 1-dən 5-ə oynayaq. 1-dən 5-ə 400 xal. Qədim Skandinaviya simvol olan Valknut dünyaların birliyini ifadə edir və bu qədər bir-birinə keçmiş üçbucaqdan ibarətdir. Üç. Bəli, 3. 800 xal. 1958-ci ildə futbol üzrə dünya çempionatında Macaristan millisinin hücumçusu Lajos Tixi 4 oyunda məhz bu qədər qol vursa da Macarlar yenə də qrupdan çıxa bilmədilər. Golden? Olsun 4. Bəli, bütün qolları vurmuşdu, amma xeyli olmadı. 1200 xal. Qədim Hindistanın nəsihətamiz hekayələr toplusu olan
Panchatantra bu qədər kitabdan ibarətdir. Vesper. 5. Pənc 5. Bəli. Pənc 5-dir. 1600 William Shakespeare'in komediyalarından birinin adında Verona'nın məhz bu qədər sakini qeyd olunur. Golden. Olsun 2. Bəli. 2000 xallıq sualdan əvvəl isə Golden 900, Believers 2700, Genius 1100, Vesper 12300. Birdən 5-ə 2000 xallıq sual. 67-ci ildə vəfat edən müqəddəs Pyotr onlardan birincisi hesab olunur. Vesper. 27'lər klubunun üzvləri. 67-ci ili. 67-ci ildə vəfat edən müqəddəs Pyotr onlardan birincisi hesab olunur. Roma papasıdır, ilk Roma papasıdır. Mövzu bitdi, round da bitdi. Rounduna keçəcəyik. Qaydalara görə hesabında müsbət xal olan komandalar oynayır. Bu vəziyyətdə komandaların 4-ü də xəmsə rounduna gedirlər. Xəmsə roundunun mövzuları. Gedişlər artıq məndədir. Sual mövzusu filosof. Sual belədir. 18-ci əsrdə yaşamış filosof Jean-Jacques Rousseau insanların çox mərtəbəli evlərə meyl etməsinin fəsadlarının ağır olacağını bildirirdi. Onun bu qənaətə gəlməsinə hansı hadisə səbəb olmuşdu? Vaxt. Tell me that you doubt it. It's just what it is. Yeah, I'm known to make it rowdy. Then I'm for the fit, and I drive a wide body. Who you know? But like this, nobody. Can't go slow. I gotta hit that body. I'm the top of the top. I can't never take a break. Yeah, I'm hot and you not. That's why all my records bang. Oh, it's been a long, hard road. Gotta go home. Yeah, 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 yeah. Oh, and I know you love the way that I'm gon' Komandanın gedişlərini deyim. Golden Humanitar 900-ün hamısını qoyub, Believers cəmi 102 xal qoyub, Vesper 811 qoyub, HL Genius 701 xal qoyub. Deməli, Vesper komandasının yazdığı Paris Notre Dame kilsəsinin yanması cavabı səhvdir. Believers komandasının yazdığı qarışqa yuvası cavabı da səhvdir. HL Genius komandası zəlzələ yazıb, Golden Humanitar böyük London yanğını yazıb. Bu cavablardan biri düzdür. 18-ci əsrdə yaşamış filosof Jean-Jacques Rousseau insanların çox mərtəbələri evlərə meyl etməsinin fəsadlarının ağır olacağını bildirmişdi. Onun bu qənaətə gəlməsinə səbəb 1755-ci ildə baş vermiş Lissabon zəlzələsidir. Yekun nəticədə Vesper oyunun qalibi olur 9484. Believers komandası oyunumuzun ikincisi olur 2598. HL Genius komandası üçüncü olur 1801. Golden Humanitar oyunumuzun dördüncüsü olur. Country boy stepping, yeah, I'm country boy stepping.